Mən sosial media meneceriyəm. Axşam hamı kimi yatanda səhərə nələr yeyəcəm deyə düşünmürəm. Yerinə səhərə nələr paylaşacağam deyə düşünürəm. Mən sosial media meneceriyəm. Dostlarımla hardasa oturanda beynim yenə də kontent axtarır. Mən sosial media meneceriyəm. İşim sosial mediada brendinizi formalaşdırmaq və satışlarınızı artırmaqdır. Sizin üzünüzü effektlə düzəltmək, sizi arıqlatmaq və sizə geyim kombinləmək deyil. Mən sosial media meneceriyəm. Gecə ağlıma gələn ideyalar səhər yazdıqlarından daha yaxşı olur. Mən sosial media meneceriyəm. Hər kəs düşünür ki, günüm ancaq çəkiliş etməklə keçir. Halbuki bəzən bir paylaşımın arxasından 4 saat analiz etməli oluram. Mən sosial media meneceriyəm, amma bəzən müştərilər məndən marketoloq, videoqraf, psixoloq, copywriter olmağım kimi möcüzələr gözləyirlər. Mən sosial media meneceriyəm, amma məndən 200 manat büdcə ilə 50 min işi yüklüyüb dünya brendi görüntüsü yaratmaq istəyirsiniz. Yarada bilmərəm. Mən sosial media meneceriyəm. İnsanlar elə düşünür ki, işim sadəcə post paylaşmaqdır. Halbuki hər sektorda işləyirəm deyə hər birinə uyum sağlamalıyam və bu isə məni çox yorur. Mən sosial media meneceriyəm. Bəzən qısa bir video çəkmək üçün elə davranıram ki, sanki Hollywood filmi çəkirəm. Mən sosial media meneceriyəm. Ən böyük travmam isə işi yeni quran insanlarla işləyəndə, çəkilişlərdə daha təbii olun deyəndə hamısının robot kimi davranmasıdır. Mən sosial media meneceriyəm. Mənim üçün stresin ən pik həddi sən necə uyğun görürsənsə elə et dedikdən sonra paylaşımı və editi dəyişdirməkdir. Və mən sosial media meneceriyəm. Səhvəmə çox vaxtım olmadığı üçün sürətli paylaşımlar edə bilmirəm. Elə buna görə də brendimi sürətlə inkişaf etdirə bilmirəm. Sizdən isə xahişim budur ki, səhvəmi izləyərək mənə dəstək ola bilərsiniz.